Salam. Fevralın 13-dən 15-nə qədər davam edən Münxen Təhlükəsizlik Konfransı Azərbaycan İnformasiya Məkanında mən deyərdim ki, fırtına. Mənə elə gəlir ki, stəkanda fırtınaya da bənzər bir hadisə baş verdi. Amma nədənsə ictimaiyyəti bu çox maraqlandırdığı üçün, xüsusilə də bundan sonra mənə qarşı başlayan qarayaxma böhtan kampaniyası təkcə hökumət medialarından yox, dırnaqarası müxalifətin öndə gedən simalar tərəfindən belə utanmadan bilmədikləri məsələlər barədə hətta ekspert müzakirələri, canlı yayım müzakirələri təşkil edənlər də oldu. Heç kəs mənim fikrimi də belə soruşmadı ki, bəs orada nə olub? Sənə cavab verən, misal üçün, birinci vitse-prezident Mehriban Əliyeva bu kəlmələri işlədib. Sanki dövlət mediaları bir qayda olaraq nəticəyə gəliblər ki, sən demə Emin hansısa bir utanılası iş görübdür və xanım Əliyeva tərəfindən bilmirəm, bilərəkdən və yaxud bilmərəkdən təhrif olunmuş belə deyək də detallarla mənə bu sözü demək o demək deyildi ki, bu belə də olubdur. Yəni ən azından məndən soruşa bilərdilər ki, xanım Mehriban Əliyeva belə deyib. Bu düzdür yoxsa yox? Və bir çox dost olan və dost olmayan medialarda bu müzakirələrə davamlı şəkildə davam elətdiyi üçün mənə gün ərzində çoxlu sayda zənglər gəlir. Hamı zəng vurur, xahiş edir ki, Emin, gəl bir canlı yayıma çıxaq podkast formatında və yaxud bu məsələyə münasibət bildir. Jurnalistlər yazırlar, həmkarlar. Mən bütün bu məsələləri nəzərə alıb bildirmək istəyirəm ki, əgər kimin bugün vaxtı olarsa, mən buna təxminən yarım saatdan sonra vaxt ayırıb, saat yarım, bir saat ən azından canlı yayımda Zoom konferansını təşkil etməyə hazıram. Mətbuat brifingi üçün, həmkarlarım üçün brifinq təşkil edə bilərəm və orada alternativ belə deyək də fikri öyrənmək istəyirsə, hökumət medialarının yaydığı yox, mənim öz gözümlə gördüyüm həqiqətləri eşitmək istəyirsinizsə, buyurun, həmin canlı yayımda davam edəcək bir saat ən azından konferansa, mətbuat brifinqinə mi deyək, mətbuat konferansına mı deyək, jurnalist həmkarlarım üçün, hörmət elədiyim, hətta hörmət eləmədiyim o hökumətin propagandistləri üçün hazıram cavab verməyə. Çünki bugün baxıram ki, Rauf Arifoğulların, Mir Şahinlərin, nə bilim, hətta Eynullah Fətullayevin, ondan sonra başqa dövlət kanalları, dövlətin nəzarətində olan kanallar ağzına gələni yazırlar. Elələri də var, müxalifətçidirlər güyəm, heç Münxen konferansının adını belə bilmir, amma mənə hətta öğüt nəsihət, dərslər vermək istəyənlər də olub. Bəlkə də yaxşı mənada eləmək istəyirlər, mən təşəkkür edirəm. Amma kimdənsə nəsə danışanda xüsusilə də yalan, qərəzli böhtanlar mənə atırlar ki, güyəm Mehriban Əliyeva düz eləyib, bu cür cavab verib ki, Emin onun gəlinə qarşı Avropa Şurasında kampaniya təşkil eləyib, adını çəkibdir. Yəni, olmayan şeyləri, ağzına gələni danışanlar belə, detalları bilməyən, özləri üçün belə deyək də, xayb tutmaq istəyənlər oldu bu məsələdə. Mən bunu başa düşürəm. İnformasiya məkanı kifayət qədər defitsit şəraitində olan Azərbaycan prezidentə bir kəlmə sual və yaxud vitse-prezidentə bir kəlmə sual verib və ondan bir kəlmə də cavab almaq böyük tarixi hadisəyə çevrilir. Və məhz bu dahi, tarixi nəticəni nəzərə alaraq təklif edirəm ki, məni bəyənən, bəyənməyənlər, jurnalistlər, söz adamları, fikir adamları əgər mənə sual vermək istəyirlərsə və bu məsələyə, xüsusilə də Mehriban Əliyevanın o don məsələsinə, nə bilim, qadın paltarına, libasına geyinib, səfirlikdə gizlənməyimlə bağlı suallar olur. İndi bu videonu atıram sizə və videonun altında Zoom linki olacaq. Və mobil telefonumu da yazacağım. Kim istəsə Zoom linkinə daxil ola bilər. Parolu da verəcəm konferansa daxil olmaq üçün. Həmin konferans canlı yayımda davam edəcək. Bir saat ən azından ola bilsin saat yarım eləyə bilərik. Saat yarım. Ən azından bir saat davam edəcək. Yarım saat başlayacaq.
dostlar və dostlar olmayan həmkarlar, fikir adamları, əgər sözünüz varsa mənə, buyurun, iştirak edin, sualınızı verin. Yoxsa mənim telefonuma yazılar yazırsınız. Mən bunu da başa düşürəm ki, hər bir jurnalist fərdi şərh istəyir. O da başa düşüləndə özüm də jurnalistəm. Mən ən azından növbəti bir neçə gün ərzində, ən azından 19-20-sinə kimi jurnalistlərlə sıx ünsiyyətdə ola bilməyəcəm. Çünki müəyyən məsələlərə görə iş və iş qrafikimlə əlaqədar olaraq sadəcə hər adamın canlı yayımına çıxa bilməyəcəm. Kiminsə canlı yayımına çıxacam, kimsə küsəcək. Deyəcək ki, məni saydım, məni saymadın. Mən indi adları burada saymaq istəmirəm. Jurnalistlər olub. İndi prime time vaxtıdır. Bakıda saat 8-də kim istəsə qoşula bilər canlı yayıma. Mən canlı yayımda ən azından 1 saat ərzində suallara cavab verəcəm. Canlı yayım həm mənim öz səhifəmdə YouTube-da yayımlanacaq, həm də sizin öz YouTube kanallarınızda da yayımlana da bilər. Kim iştirak edə bilməsə, Obyektiv TV-nin səhifəsindən bunu götürüb istifadə edə bilər. Odur ki, videonu indi yükləyirəm, baxın. Kim tamaşaçı qismində qatılmaq istəyirsə, təbii ki, baxa biləcək. Abunə olun, yayın bu videonu və şərhlər bölümündə videoya keçid olacaq. İştirak edib sualınızı verin.